Münafiqlərin başqa bir xüsusiyyəti budur ki, özlərini ağılla zərək, möminləri isə axmaq, sadəlövh hesab edirlər. Quran bu barədə belə buyurur: onlara digər insanlar kimi iman gətirin deyildiyi zaman, biz də səfihlər kimi iman gətirək, deyə cavab verirlər. Peyğəmbər sallallahu haqq dəvətini can özəldən qəbul edib, iman gətirmiş insanları axmaq adlandırıb, öz ikiyüzlülüklərini isə zirək hesab edirlər. Onların məntiqində ağıl ilə ağılsızlıq yerini dəyişdirmir. Buna görə də Quran münafiqlərin cavabında belə buyurmuşdu: agah olun ki, səfih onların özləridir, lakin bunu bilmirlər. İnsanın özünə konkret bir yol seçə bilməyib qarşılaşdığı hər bir dəstəyə qoşulmasından böyük axmaqlıq varmı? Ən böyük səfehlik odur ki, insan bütün bacarığını yaramaz işlər görməyə sərf edir, hələ üstəlik bu hərəkətini də zirəklik adlandırır. Münafiqlərin üçüncü xüsusiyyəti odur ki, hər gün bir dildə girir, qarşılaşdıqları hər dəstəyə qoşulurlar. Onlar möminlərlə qarşılaşdığı zaman biz iman gətirmişik deyirlər. Müsəlmanlarla qarşılaşdıqda onlarla həmfikir olub, zan edildən İslamı qəbul etdiklərini, lakin şeytanın sifət dostlarının yanına qayıtdıqda onlarla müttəfiq olduqlarını, möminləri isə sadəcə olaraq ələ saldıqlarını bildirirlər. Amma öz şeytanları ilə xəlfətə çəkildikləri zaman biz sizinləyik, biz sadəcə onları ələ salırıq, deyirlər. Bu ayənin ardınca gələn növbəti ayədə Allah Teala çox sərt şəkildə bildirir ki, Allah onları ələ salır və sərgərdan qalsınlar deyə azğınlıq içərisində saxlayır. Allah da onları ələ salar və onları tuğyanlar içərisində saxlayır ki, sərgərdan olsunlar. Haqqında danışılan ayənin sonuncusunda münafiqlərin acınacaqlı aqibətindən xəbər verir. Onlar hidayəti azğınlığa satmış kəslərdir. Onların alveri xeyir gətirməyib və haqq yolunu tapmayıblar. Növbəti videomuzda hər bir ayənin ətraflı şəkildə açıqlaması veriləcək. Daha çox insan faydalansın deyə bu videonu bəyən və yadda saxla.